Hər vaxtınız xeyir. Azərbaycan saatının bazar günü buraxılışında yenidən efirdə bizik. Və sizinlə Azərbaycanın onun ətrafında olan baş verən problemlərin haqqında söhbətlər aparacağıq. Studiyamızın ilk qonağı hüquqşünas, vəkil, daha doğrusu vəkillik hüququ müvəqqəti olaraq əlindən alınmış Aslan İsmayılovdur. Aslan bəy, xoş görək. Sağ olun. Aslan bəy, sizlə başlayaq son günlərin məhkəmə proseslərindən. Bilirsiniz ki, Əli İnsanovun sabiq Səhiyyə Naziri məhkəmə prosesi gedir. Milli Azadlıq Hərəkatının fəallarından vəkil Qurban Məmmədovun məhkəmə prosesi gedir. İsmail Ulayların məhkəmə prosesi gedir. Nidası gənclərin məhkəmə prosesi gedir və Azərbaycan bütövlükdə bir mühakimə, belə deyək, salonuna çevrilib, meydançasına çevrilib. Bir hüquqşünas kimi bu prosesləri necə qiymətləndirirsiniz və bu qədər kütləvi və siyasi motivli məhkəmə işləri Azərbaycanın bax bugünkü gündəmi ilə bağlı nə vəd edir? Yəqin hamı üçün bəllidir ki, yaxşı heç nə vəd etmir. Yəni bu mövzuda heç mən uzun danışmaq istəmirəm. Mən bu proseslərin hamısını bilirəm. Birinci, həm mətbuatdan izləyirəm, həm də bilavasitə özüm proseslərin hamısında iştirak etmişəm. Əli İnsanovun prosesində də, Nidaçıların da, Qurban Məmmədovun da, Şəkidə, İsmailin məhkəməsindən də. Bunun siyasi yönümlü, yəni sifarişli olması hamı üçün bəllidir. Amma bu proseslərin necə keçirilməsi də bir maraq doğurur. Yəni, bugünə qədər görmədiyimiz hadisələr başlayır baş verməyə və bəllidir ki, hakimiyyətin tutduğu bu yol artıq bir şoya deyim, bir gülüş obyektinə çevrilibdir. Sadəcə bircə şey göstərir, məsələn, Qurban Məmmədovla bağlı, mən onu yaxşı tanıyıram. Özdə tam ciddi deyirəm ki, Qurban çox təzadlı insan olsa da, o vətənə sevgisində, ictimai fəaliyyətində çox səmimidir və çox kompromissiz, mübariz bir insandır. Özdə Qurban Məmmədovun mübarizliyi inanmıram kimdəsə var bu ölkədə. Mən onu birinci dəfə hələ 98-ci ildə MTM məhkəməsi olanda müdafiə etmişəm və çətin anlarda onu görmüşəm. Bu dəfəki məhkəmə prosesi qədər gülünc, iyrənc, Qurbanla bağlı baş verənlər, yəni adam söz tapmır ifadə edər. Ona görə ki, artıq bunun yaşımaz deyildi. 5 uşağı, 7 nəvəsi, indi kiminsə də ayağının üstündən keçib deyə bunu həbsdə saxlayasaq, bu günə qədər olmayan bir hadisə, məsələn, heç kim həmin o belə avtonəqliyyat hadisəsi ilə bu günə qədər həbs olunmamışdır. İkinci proses deyək, Əli İnsanov prosesi. Yəni, bu nə deməkdir? İnsanı şüşəyə salmaq, qəfəs eləmək. Onsuz da Əli İnsanov dediyini deyir. Replikalardan olsa da, qısa olsa da ondan artıq Əli İnsanov deyəsi deyil. Niyə bu ölkəni bütün dünyada biabr etmək lazımdır? Kimə bu lazımdır? Və bunu fikirləşən o strategilər, nə fikirləşirlər? Əksinə bunlar hamısı Əli İnsanov xeyrinə işləyir. Yəni, mühakimiyyətdəkilər onu bilməlidir. Nidaçılar işi sadəcə, məsələn, o gənclərə qibd etmək lazımdır. Mənim yadınızdadırsa da, birinci dəfə Emin Milli tutulanda, mənim Azadlıq Radiosunda dərhal həmin gün çıxışım olmuşdu ki, Azərbaycan gəncliyi ilə bu cür davranmaq olmaz. Birinci, bu ölkəmiz üçün ziyandır. Ona görə ki, Azərbaycan gəncləri səhv etməyə haqqı var. Və onlar səhv edə-edə öyrənməlidirlər. Əgər Emin Milli və Adnanın hansısa səhvi varsa da, bu bağışlanmalıdır. Ona görə ki, mən birinci gün nə baş verdiyini hələ bilmirdim. İkinci, ən əsası, mən onda demişdim ki, gənclərlə bu cür davranış bugünkü hakimiyyətin özünə qəbir qazanlar yetişdirməsidir. Nidaçılar prosesi artıq onu göstərdi. Ona görə ki, Nidaçı gəncləri bu həbs heç bir qorxuya, heç bir ülkəyə çəkindirməyə aparmadı. Əksinə, Nida tanınmırdı, tanındı. Həmin gənclər tanınmırdı, tanındı. Həmin gənclər daha agresiv oldular. Məhkəmə prosesini göstərir ki, onlar məhkəmədə hakimləri belə gülüş obyektinə çeviriblər, o cür Azərbaycan hakimiyyətini. Yəni, İsmailli prosesi. Bilirsiniz, İsmaillidə baş verənlər
bu rüşvətxor məmur oliqarxların insanlara tutduğu divan nəticəsində bir üsyan baş vermişdi. Mən məhkəmə prosesində videolara baxdım və gördüyüm oldu ki, həmin prosesdə də yandıranlar, dağıdanlar, onlar qaldı kənarda. Amma kimlər ki, o telekanallara müraciət edirdi ki, bu özbaşınalıq götürülməlidir, bu rüşvətxorluq götürülməlidir, bu haqsızlıq, ədalətsizlik götürülməlidir. Bunlar hamısı məhkəmə prosesində. Elə çıxdı ki, əsas məsələ ümumiyyətlə o deyil ki, kimsə aranızda yandırır, dağılır. Əsas məsələ budur ki, kimsə hakimiyyətdən narazılıq bildirir. Əsas obyekt oldu. Bəli. Və bu günləri orada deyək İlqar Məmmədovun, Tofiq Yaqublu'nun olması, mən məsələn ola bilsin, həmin günü boş olsaydım, mən də gedərdim oraya ki, baxım görüm nə baş verir. Onun gücü mənim ölkəmdir. Və ölkəmdə üsyan baş verir. Və bu üsyan da bütün ölkəni bürüyə bilər. Və yəqin ki, bürüyəcək də. Ona görə ki, özdə mən indi son dövrə bir neçə dəfə dönə-dönə yazmışam bu mövzuda. Yəni, birinci, ərəb ölkələrində baş verənlər bir siqnalı idi. Bizimkilər onu başa düşmədi. Ukraynada baş verən hadisələr başlayanda yazıldı ki, bu da siqnaldır. Mən deyək, dünənki məhkəmə prosesindən İlqar Məmmədov, Tofiq Yaqubluya və digərlərini azadlıqdan uzun müddətli həbs cəzası vermək olmalı. Anladım ki, bu hakimiyyət onu başa düşmək istəyir. Hakimiyyət ancaq sındırmaq yoluna keçmək istəyir. Sındırmaq yoluna demişkən, axı Ukraynada bir proses baş verirdi və biz bunu izlədik. Onu da əvvəla xalq etirazı oldu, sonra hakimiyyət agresiya göstərdi və çox qısa bir zamanda, indi tarix o qədər sürətlənir ki, proseslər bəzən keçmək üçün 100 illər, 50 il lazım olmur, qəriblər lazım olmur. Elə az müddətdə bu proseslər yetişkənliyinə gəlib çatır. Gözümüzün qabağında baş verdi hər şey və indi siz necə qiymətləndirirsiniz? Ən yaxın tarixdən, gözümüzün qabağında hər gün baş verən hadisədən dərs almamağın səbəbi nədir? Yəni, bu hakimiyyət görmür bu prosesləri. Mən bir şey deyim də, o ki, vaxtın nə qədər hadisələrin tez cərəyan etməsini müqayisə etmək üçün iki paralel istəyirdim aparam. Bir, təsəvvür eləyin ki, əvvəlki tarixlərdə Azərbaycandan Amerikaya getmək neçə il vaxt tələb edərdi. İndi bir dənə tıklamaqla artıq məlumat Amerikada olur, yaxud Amerikadan bura məlumat olur. Bu bir saniyə də çəkilir. İkinci yadınızdadırsa da, indi sizin yadınızda olmaz, amma yaşlı nəsil bilir. Əvvəl bizim gördüyümüz o idi ki, bir Moskva, Pobeda çıxdı, ondan 15 yıl sonra bir Moskviç gəldi, ondan 15 yıl sonra Volga gəldi. İndi 5 aydan bir maşın istehsalı modellərini dəyişir. Yəni, bunu hakimiyyət anlamalıdır. Ona görə ki, internet bütün dünyanı dəyişdi, şuurları dəyişməlidir və dəyişəcəkdir. İnternet dünyanı tam balaca elə. Maraqlı məqama toxundunuz, amma bütün bu maşınlar, texnikalar nəslini dəyişdikcə Azərbaycanda yenə hakimiyyətin ikinci adamı Ramiz Mehdiyev, üçüncü adamı Artur Rəsulzadədir. İndi yenə deyirəm, Azərbaycanın da fəlakəti ondadır. Ona görə ki, bu günlərim hamı bilir ki, Azərbaycanda baş verən bütün proseslər sosial şəbəkələrdə baş verir. Məsələn, Ramiz Mehdiyev sosial şəbəkədə açdı, özdə çox sürətlə də irəlilədi, bir günə 5000-dən artıq tərəfdar yığdı. Amma necə? Mən məsələn bu günə qədər Facebook səhifəm 3 ildən artıqdır, 4 ildir fəaliyyət göstərir, bir dənə də şərhi silməmişəm. Amma orada şərh yazılmağa başlayırdılar silməyə. Qaydaq Ukrayna hadisələrinə bağlı. Çox faciəli bir proses baş verdi Ukraynada və Allah onun bizdə baş verməsindən saxlasın. Ukraynada bugün bizimkilər bir daha oraya nəzər yetirib bir nəticə çıxarmalıdırlar. Ukraynada baş verənlər deyini cür, yəni bizimkilər şuuru, Yanukoviç və onun ətrafı, Puşonkalar, digərləri zor gücünə istədilər hakimiyyəti saxlayalar. Əvəzində nə qazandılar? Bu dəqiqə Yanukoviç, Puşonka başda olmalı, hamısı sən deşi axtarırlar ki, özlərini gizlədərlər. Yəni sığınmağa yer axtarırlar, dünya onları qəbul etmir. Getməyə yerləri yoxdur. Ona görə ki, həm olan kim olduğunu artıq bilir ki, öz vətəndaşının qanına, pula, vəzifəyə görə bulaşmış insanlardır. Azərbaycanda baş verə biləcək hadisələr Allah eləməsin. Oradan qat-qat pis olacaq. Ona görə, demişəm bir də təkrarla deyirəm, heç kim Azərbaycanda sevinməsin ki, o hadisələr tez bizə gələcəkdir. Azərbaycanda bu günlərim qərb meyilli də var,
Rusiya meyilli də var, İran meyilli də var, son dövrlər peyda olubdur ərəb meyillilər və təsəvvür eləyin bu həngamə qopanda Azərbaycanda nə baş verəcək? Aslan bəy, bu proseslərin məsuliyyəti daha çox kimin üzərindədir? İndi mən ona qayıdacağım. Nə baş verəcək? Ən əsası nədir? Ukraynada proseslər baş verəndə o üç lider var idi, Tyaginbok, Yatsenyuk, Kliçko. Evet. Bu monolit birləşdirdilər və heç bir narazılıqları aralarında olmadı. Bugün Azərbaycanda bir tərəfdə Milli Şura, bir tərəfdə Musavat, bir tərəfdə onlarla xırda və ümumi mövqeyi olmayan bir müxalifət düşüncəli insanlar var. Və bunun da suçu kimdədir? Bugünkü hakimiyyət inanmıram ki, Heydər Əliyevdən ağıllı olaydı. Heydər Əliyevin hakimiyyəti o qədər sonsuz idi ki, o həmin dövrə müxalifəti bir an içində məhv edərdi. Amma Heydər Əliyev də buna getmirdi. Amma cəhd elədi, məsəl üçün. Cəhd eləyirdi. Xalq cəbhəsinin parçalayırdı, göz mərkəzi. Qeydiyyatını əvvələ də hətta geri çəkildi sonra. Bunlar hamısı nəzarətdən çıxmaması üçün 5, 7, 10% olmadan üstünə getməməsi üçün. Bugünkü hakimiyyət nə vardı? Bugünkü hakimiyyət maksimum çalışdı müxalifəti məhv edir. Və indi hakimiyyətin atdığı o addım, Ramiz Mehdiyevin o taktikası ən böyük təhlükəni bugünkü hakimiyyətə törədəcəkdir. Ona görə ki, bugünkü hakimiyyət, bax, bugün də gec deyildi. Bütün ölkəmizdə baş verən bu sadaladığım nöqsanların hamısının bahiskarı bugünkü hakimiyyətdir. O idarə etməsidir. Və ən böyük günahı müxalifəti bu günə salmağıdır. Pərən-pərən etməsi, müxalifəti bir-birinin üzünə qoyması. Ona görə ki, sabah ara qarşanda ümumi respublikada ictimai asayişin təmin olunmasının üzərinə götürəcək qüvvə olmayacaqdır. Ona görə də bugünkü hakimiyyət hələ gec deyilkən bugün əksinə maraqlı olmalıdır ki, Milli Şura güclənsin. Milli Şura sabah hadisələr pis yöndə cərəyan etdiyi tərzdə ölkəyə nəzarəti həyata keçirə bilsin. Aslan bəy, bir məqamı dəqiqləşdirək. Deməli, mənim üçün də maraqlı təhlillər edədiniz. İstəyirəm ki, yəni bu söhbət açılsın. Əvvəla, mənim çox konkret sualım var. Azərbaycan hökuməti siz təsəvvür edirsinizmi ki, ümumiyyətlə ölkə daxilində və yaxud da ki, beynəlxalq münasibətlər sistemində Azərbaycanın imiji ilə bağlı fikirləşir və bu şeyləri təhlil edir, müsbət mənada. Yəni, narahatdır ki, tutaq ki, Ukraynada baş verən hadisələr, Ərəb yarımadasında baş verən hadisələr burada da ola bilər. Belə bir təhlil var mı? Bilirsiniz, hadisələr cərəyan etdikcə belə bir şübhə yaranır ki, həqiqətən bunlar baş verənləri görmürlər, eşitmirlər. Mən bilirsiniz ki, belə qatı dindar deyiləm, amma Allahıma sonsuz inanan adamam. O bir deyim var ki, Allah insanın evini yıxanda qabaq sağlığını alır, sonra evini yıxır. Mənə eləlir, indi bu səhnədir. Ona görə ki, bütün ətraf bəllidir. Ukrayna ilə bizim başqa fərqlərimiz, çoxlu başqa fərqlərimiz də var. Məsələn, Ukraynanın qarışmamasında, ərazi bütövlüyünün saxlanılmasında bütün dünya maraqlıdır. Azərbaycanın isə parçalanmasında Rusiya da maraqlıdır, Ermənistan maraqlıdır, İran maraqlıdır, hələ mən digər qüvvələrin adını çəkmirəm. Yəni, burada hadisələrin nizamlanmasında maraqlı qüvvələr yoxdur. Başqa bir şeydir, üzr istəyirəm. Sonu da deyim, Ukrayna hadisələri bir daha göstərdi ki, Ukrayna insanları, mən Azərbaycanlıyam və Azərbaycanlı olmağımla da fəxr edirəm. Amma biz nöqsanlarımızı da deməliyik. Ukrayna hadisələri göstərdi ki, Ukraynalılar bizdən daha inkişaf etmişdilər. Niyə? Siz fikir verdiniz, Ukraynada o qədər həngamə qopdu. Prezident administrasiyasını zəbt etdilər iqamətgahını. Onun başqa bağ evlərini Yaltada tapdılar, zəbt etdilər. Pşonkanın evini zəbt etdilər. Amma siz gördünüzmü, orada bir dənə şüşə də sındırmadılar. Amma Azərbaycanda İsmail Quba hadisələri baş verdi. İnsanlar evlər yandırdılar, əmlak məhv elədilər. Birinci bundan insanlar, yəni hesab edirəm ki, indi bizi görənlər olacaq, birinci bundan qaçmalıdırlar. Ona görə ki, o yandırılan, məhv olan əmlaklar Azərbaycan xalqınındır. Bunu yandırmağa, cəhd atmaq, bu ən yanlış olan bir addımdır. Və bir daha mən deyirəm və müraciət edirəm həm vətəndaşlarımıza, həm digər müxalifət yönlülərə, ilk növbədə hakimiyyətdəkilərə.
Bu təhlükəni görün, ayılın və təcili tədbir görün. Özü təcili tədbir necə olmalıdır? Ukraynada fikir verilir sana, hadisələr təzə başlayanda müxalifət xahiş edir. Ciddiləşdi, artıq Yanukoviç dedi, baş naziri dəyişməyə hazır. Müxalifət dedi, yox, köhnə konstitusiya qayıtsın. Hadisələr daha da gərginləşdi. Ona görə hakimiyyət anlamalıdır. Proseslər başlayandan sonra onun qarşısını artıq güzəştlə almaq olunur. Heç bir güzəştlə. Ağıllı hakimiyyət ondadır ki, proseslər başlamamış bunu önləsin. Bu günlərimlə qarşısın. Məsələn, mən indi resept vermərəm, bunu yəqin politologlar deyər, ya sosiologlar deyər. Amma sıradan bir vətəndaş kimi gördüyüm nədir? Məsələn, hakimiyyət bu günlərin birinci növbədə müxalifətə mövqeyini dəyişməlidir. Müxalifətə düşmən kimi yox, sağ ölkədə olacaq təhlükənin qarşısını almaqda köməkçi bir qüvvə kimi baxmalıdır. Aslan bəy, bununla bağlı fikirləriniz mənə deyər ki, aydın oldu, çünki bayaq da izah verdiniz. Bax, mənim üçün maraqlı nədir? Müxalifəti qoyuruq bir tərəfə. Hesab edək ki, Azərbaycanda müxalifətlə bəlkə hakimiyyətin elə mövqeyi ilə uzlaşdı. Tutaq ki, nəzəri cəhətdən bilək. Amma sadə vətəndaşa münasibətdən söhbət gedir. Sovetskidə, Bakı Dövlət Universitetində, tutaq ki, Astarada, Ərşivan bazarında, yəni bütün bunların hamısı göstərir ki, təkcə hakimiyyət çox qəribə bir mənzərə yaranır. Siyasətçilərlə və onun siyasi oponentlərlə mübarizə aparmır. Bu ölkədə yaşayan fəal adamlarla, yəni fəal deyəndə diri və hərəkətdə olan hamı ilə mübarizə aparır. Yəni, belə bir problem var. Yenə deyirəm, bəlası, çox düzgün onu qeyd elədiniz, hakimiyyətin bir eyfariyasında. Axı, hakimiyyət özünə qapanıqdır. Həqiqi mənada mən sizə tam səmimi deyirəm, hakimiyyətin üst təbəqəsi ölkədə baş verənlərdən xəbərsizdir. Niyə? Prezident administrasiyası var, bir də bağlar var. Prezident administrasiyasında Zagulba bağı var, ikinci bağ var, Nardaran var, haradakı bunlar yaşayırlar. Axı bu yola bir baxın çılçıraqdır. Axı bunlar elə bilirlər ki, bütün Azərbaycan elədir. Hasarın o tərəfinə baxmırlar ki, həmin aeroport yolunda, Hasarın o tərəfində deyək, Zabrat var, Maşdağa var, Buzovna var və orada insanlar bərbad vəziyyətdədir. Axı onlar da Azərbaycan vətəndaşıdır. Bu yola mərmər düzüb, yola çılçıraqlar, milyonları sərf edib yolları deyək, cənnətə döndərənlər, bu hasarın arxasında yaşayanlar barədə fikirləşmirlər. Bu bir. İkinci, bilirsiniz, ədalətsizlik elə bir şeydir ki, ədalətsizlik hökmən deyək, başqa bir ədalətsizlik ortaya çıxardır. Bugün Azərbaycan hakimiyyəti məmura qul kimi baxır, nökər kimi baxır. Siz onların yerişinə baxın. Deyək, universitetdə baş verən hadisələr. Mənim oğlum Almaniyada oxuyur, o bir yazı yazmışdı statusunda, Facebookunda ki, mən metro ilə gedəndə daimi görürəm ki, Münhenin oğlum oxuduğu Ludwig Maximilian Universitetinin, bu Almaniyanın bir nömrəli universitetidir. 45 min tələbəsi var. Müəllimi hər gün bununla, rektoru hər gün bununla metro ilə gəlir universitetə, metro ilə də gedir. Ondan 2 dəfə, deyək, sayca aşağı, 1000 dəfə keyfiyyətcə aşağı olan Bakı Dövlət Universiteti rektoru Adil Məhərrəmov. Universitetin içində özüm görmüşəm. Yəni, özüm orada universitetdə olanda özüm görmüşəm ki, Adil Məhərrəmov can güdənlərlə gəlir. Bu ayıbdır. Bu Adil Məhərrəmov özü utanmır ondan. Mən tələbəmlə, tələbi ilə müəllim, rektor, ata bala kimi olmalıdır. Bu tələbədir, tələbə formalaşan nəsildir. Sən bununla görüşməlisən, danışmalısan, bununla səmimi söhbət eləməlisən. Amma Adil Məhərrəmov koridora çıxanda sanki şah gəlir. Can güdənlər başlayır koridorda hamını gizlətməyə. Bu yaxınlarda bir yazıda da oxudum, kimsə yazmışdı ki, mənlə tualetə yaşlı bir müəllimi də saldılar. Ki biz tualetdə gözləyirdik ki, Adil Məhərrəmov gəlib keçəcəkdir. Bu ayıbdır və həmin o haqsızlığın nəticəsi idi ki, onlar həmin o tələbələrlə insan kimi davranmamalarının, bala kimi davranmamalarının nəticəsi idi ki, ola bilsin həmin hadisələrdə tələbələrdə deyək, düzgün deyildilər. Yəni, mən hadisənin tam kökünü də bilmirəm, indi izah edirlər, Bologna sisteminə keçid, orada deyək, pul ödənməlidir. Var, Avropada bir sıra şeylər var.
Amma bunlar o tələbələrə o cür aşağılayıcı yanaşıblar ki, tələbələr artıq bunları dinləmək istəmir. Və ikinci də, mən də onu haqlı sayıram tələbələri. Niyə? Axı, sənlə Zəngüdənlə danışan vasitəsilə nə danışıqla söhbət gedə bilər? Səni bir qız uşağı çıxış edir, mən şəhid ailəsiyəm, məndən pul istəyirlər. Abdülməhərrəm deyir, sən pul versən qiymət alardın. Mən səni qovduracam, məhkəməyə verəcəm. Yəni, bu həm də bir mədəniyyətsizlikdir, əxlaqsızlıqdır ki, qız uşağına qarşı, ümumiyyətlə, xanıma qarşı bu cür davranmaq olmaz. Cavan bir oğlanı, yenə deyirəm, bu hakimiyyət o qədər başını itiribdir ki, bugünkü günü reallığı bilmirlər ki, bu dəqiqə hər şey çəkilir, hər şey yazılır. Oradakı o cavan oğlanı basta, Zəngüdənlər döydü, bir dəqiqədən söhbət, bunu mən özüm baxdım. Bunu dünya görür və bugün də Abel Məhərrəmovun rektor kürsüsündə oturması bütün Azərbaycan gəncliyi üçün, yəni gəncliyi üçün, vətəndaşı üçün təhqirdir. Güman edək ki, Azərbaycan gəncliyi bununla bağlı tədbirlərini davam etdirəcək. Çox qızğın və maraqlı söhbət gedir, amma çox təəssüf ki, vaxtımız bitdi və... Mən bir daha üzr istəyirəm, sonunda bir daha Azərbaycan hakimiyyətinə müraciət edirəm. Pavlovun özünü qoruma instinkti var. Yəni, məni yox, mənim kimi istirahət vətəndaşları yox. Özünüzü qoruyun. Məni vəkillikdən atdınız, üzümə adam qoydunuz, deyək, apardınız, bandadelə vurdurdunuz, təhqir etdiniz, təhdid etdiniz, ölümlə hədələdiniz. Mən bunun hamısını keçirəm. Amma siz özünüzü qoruyun. Özünüzü qoruyun ki, belə davranmaq olmaz. Özünüzü də, bizi də hamımızı uçurmaya aparmayın. Biz bir ölkənin vətəndaşlarıyıq. Biz hamımız Azərbaycanlıyıq. Bu ölkə hamımız. Mən tam sizə səmimi deyirəm. Mən bu günləri mühakimiyyət dönümlərə daha çox yanırım. Onu görə ki, mən Ukraynada baş verənləri təsəvvür edəndə, mən təsəvvür edəm, bunun hansını qoruya bilərəm? Hansını yanında dura bilərəm ki, bunu yandırmayın, bunu dağıtmayın və bütün vətəndaşlara da müraciət edirəm ki, o yoldan çəkilmək lazımdır. Hakimiyyət isə ağlınızı başınıza yığın, yəni baş verənləri görün sadəcə. Ətrafınıza baxın, bir gün çıxın, hamınız aeroport yolunu gedəndə maşını saxlayın, yolun o bir tərəfinə keçin. Bu Zovniya, mən Sadıqlı kəndinə gedib gəlirəm, Qazaxa. Orada da insanlar yaşayır, onlara baxın. Gelin deyək, Astaranın kəndlərinə, Qusarın kəndlərinə, baxın görün kəndlərdə insan necə yaşayır. Çox sağ olun.